dərsimiz Çinin homonimliyidir. Deməli ki, həm bağlayıcı, həm sual ədatı, həm qüvvətləndirici ədat, həm də şəkilçi kimi işlənir. Görək hansı vəziyyətlərdə necə işlənir. Deməli, birinci formamız bağlayıcıdır. Deməli, bilirik ki, ki bağlayıcısı ümumiyyətlə, bağlayıcı vəzifəsində olanda cümlələri bir-birinə bağlayır. Cümlələri bir-birinə bağladığına görə bu avtomatik məntiqən nədə olmalıdır? Mürəkkəb cümlədə olmalıdır. Deməli, mürəkkəb cümlənin tərəflərini bir-birinə bağladığı üçün birinci cümlədə xəbərdən sonra ki bağlayıcısı gəldiyi zaman, bu zaman orada bağlayıcı vəzifəsində olur. Yəni ki, loru dildə desək, xəbərdən sonra gəldiyi zaman, bu zaman nə olmalıdır? Bağlayıcı olmalıdır. Yəni ki, özündən əvvəldə nə gəlir? Xəbər gəlir. Məsələn, oxudu ki, anlasın. Burada bağlayıcıdır. İkincisi, sual ədatı. Deməli, sual cümləsinin içərisində işlənir. Sonda sual intonasiyası yaratdığı zaman, bu zaman sual ədatı vəzifəsində işlənir. Bilirik ki, bir variantı da izah edeyim. Bilirik ki, sual cümlələri üç cür yaranır. Sual əvəzliklərinin köməyi ilə, sual intonasiyasının da köməyi ilə və sual ədatlarının köməyi ilə. O sual ədatlarından da biri elə kidir. Məsəl üçün, qısa bir cümlə yazacağam. Gəlmişdin ki, burada olacaq. Deməli, sual ədatı. Üçüncüsü, qüvvətlendirici ədat. Yəni, cümlədən çıxardığımız zaman heç bir məna dəyişikliyi baş verməz və adətən cümlənin ortasında gəlib, sadə cümlənin tərkibində işlənəcək və cümlələri bir-birinə bağlamağa deyil, fikri qüvvətləndirməyə xidmət edəcək. Məsəl üçün, deyirəm ki, Şahnaz ki gəlməmişdir. Burada gördüyümüz kimi, məsələn, ki cümlədən çıxarsaq, Şahnaz gəlməmişdir. Burada cümlədən çıxardığımız zaman fikrin bədii təsir cüzü azalır, ümumi fikrə bir təsir göstərmir. Gəlirik, deməli, dördüncüsü şəkilçi, ən asan variantdır. Deməli, bilirik ki, ki şəkilçisi adətən sifət düzəldən şəkilçidir və əvəzlikdən başqa hansı nitq hissəsinə qoşulsun sifət düzəldir, əvəzliklərə qoşulanda isə isim düzəldir və avtomatik olaraq şəkilçi olduğu üçün bitişik yazılır. Məsələn, dünənki görüş. Burada zərfə qoşulub sifət düzəldir. Məsələn, amma mənimki, səninki, onunki və s. əvəzliklərə qoşulduğu zaman isə burada nə düzəldəcək? Burada isim düzəldəcək. Buradakı əsas məqamlara xüsusi diqqət eləyin. Çünki bilirsiniz ki, buraxılış və qəbul imtahanlarında köməkçi nitq hissələrinin homonimliyi, yəni mütləq düşə bilən sual tiplərindəndir. Sağ olun.